Salam uşaqlar. 9-cu siniflər üçün OTK 2024 sınaq 10. 5-ci sualdan başlayırıq. Deyir ki, layihədə olan dəyərli yardımınız üçün minnətdaram. Köməyiniz mənim üçün möhtəşəm idi. Mənim layihəm uğurla qəbul olundu. Siz mənim həmişə inandığım insansınız. Deməli, Ada deyir ki, Mary Jane-ə köməyinə görə Mary Jane-dən kömək istəyir. Xeyr, Mary-yə yazılıb məktub. Necə Mary kömək istəyə bilər? B-də deyir ki, Jane Mary'yə köməyi üçün minnətdardır. Bəli, məktubu Jane yazıb və Mary'yə yazıb. Deməli, Jane minnətdardır. 6-cı sual. Sabahın xeyir, Jack. Mənim qatarım vağzala yaxınlaşır. Mən salamatam. Safe and sound salamat deməkdir. Mən səni gözləmə otağında gözləyəcəm. Mənim çox kiçik yüküm var. Luggage, bagaj yük idi yadınıza gəlirsə. Sadəcə 2 çanta. Ada deyir ki, Sally Jack'i çatması haqqında məlumatlandırır. Düzdür də, Sally yazıb, Jack'a yazıb. Demək ki, elə A variantıdır. 7-ci sual. Əziz cənab, mən sizin elanınızı oxudum laptopda. Mən maraqlanıram. Mən laptopların biri ilə maraqlanıram. Sizin mənə qiymətlər cədvəlini göndərməyinizi istəyirəm, dəyərləndirirəm. Yəni, appreciate, dəyərləndirmək. Ada deyir ki, Kate bütün laptopları alacaq. Elə bir məlumat vermir. B-də deyir ki, Kate laptop haqqında, yəni notebookda advertise, elan vermək istəyir. Elan vermək istəmir, qiymətləri istəyir ki, laptop alsın. C-də deyir ki, Kate laptopların qiymətləri haqqında məlumatla maraqlanır. Bəli. Mətin. Səyahət çoxlu insanların məsafəli coğrafi ərazilərə hərəkətidir. Səyahət edilə bilər velosipedlə, avtomobil, qatar. Bunların adlarını yada saxlayın. Velosiped, avtomobil, qatar, qayıq, avtobus, təyyarə, gəmi və ya other means, başqa vasitələr. On foot, piyada, with or without luggage. With ilə, without isə siz, susuz, yəni madan mədən. Yəni bagaj ilə və ya bagajsız. Bir yol və ya bir yollu ola bilər. Yəni bir dənə ölkəyə gedirsən və ya round trip, bir neçə gəzinti. Təyyarə ilə gəzinti ən sürətli və ən rahatdır ölkələrə getməyə. Maşınlar, qatarlar, qayıqlar və velosipedlər bir yerdən başqa yerə getmək üçün ümumi yollardır. Amma bəzi ölkələrin öz nadir yolları var səyahət üçün. Bu nəqliyyat növləri adətən bu ölkənin tarixi və coğrafiyası ilə əlaqəlidir. Səyahət vacibdir həyatda, çünki o bizə yeni yerləri, mədəniyyətlər kəşf etməyə öyrənir, yeni şeylər öyrədir, insanlar arasında əlaqə yaradır falan. İlham mənbəyi olur, motivasiya mənbəyi olur, bizə böyüməyə kömək edir. Bizim bacarıqlarımızı, biliyimizi inkişaf etdirir. Develop, inkişaf etdirmək, skills da bacarıqlar, knowledge də bilik. Deməli, səyahət bizə kömək edir ki, yeni mədəniyyətləri, adətləri, ənənələri təcrübədən keçirək, onları dəyərləndirək, dünyanın müxtəlifliyini, benefit, fayda, mənfəət. Səyahətin faydaları endless, sonsuzdur. İnsanlar tanımaq, təbii landscape, mənzərələr görmək, architecture, memarlıq, yerli memarlığı görmək falan. Sonunda da deyir ki, səyahət xatirələr yaradır ki, bir ömür boyu davam edir. 8-ci sualda deyir ki, səhvi tap. A-da deyir ki, əgər çox səyahət eləsən, çox xatirən olar, düzdür də. B-də deyir ki, səyahət eləmək bizə müxtəlif mədəniyyətlər və insanları tanıdır, bəli. C-də deyir ki, biz biliyimizi səyahətlə artıra bilərik. D-də isə deyir ki, hardly qoyub cümləyə. Cümləyə hardly qoyanda cümlə inkara çevrilir. Səyahətin avantajları yoxdur. Deməli, səhvdir bu, D. 9-cu sual, mətn nə haqqındadır? A-da deyir ki, səyahətin faydaları. Elə bu olar da. B-də deyir ki, səyahət haqqında xatirələr. C-də deyir ki, səyahətdə çox pul xərcləmək. D-də deyir ki, təyyarə ilə səyahət etməyin rahatlığı. Bir-iki cümlə bundan deyir, bütün mətn bundan danışmır. Y-də isə deyir, yeni mədəniyyətlər kəşf etmək. Təkcə yeni mədəniyyətlər kəşf eləmirsən ki, səyahətdə. 10-cu sual. Hansı nəqliyyat növləri commondur da, yəni ümumidir? Bayaq dedik, planes, trains, cars, buses, trains, bunları dedi.
Ümumi hansı deyil. A variantında məsələn boat yazıb qayıq. Neçə dənə ölkəyə qayıqla gedə bilərsən ki? C variantında deyir ki 10 fut ayaqla. Bu da nadir hallarda kimsə öz istəyinə bunu eləyir. Yəni ümumi deyil bu. D'də velosiped cavabı var, seçə bilmərik. Y'də də velosiped var. Ən ümumi hansıdır? Maşın, avtobus, qatar. B. 11. Traveling makes our life interesting because. Səyahət bizim həyatımızı maraqlı eləyir çünki. Bir də deyir ki, bizi yeni mədəniyyətləri öyrənməyə köməkdir. Görməyə köməkdir. Bir düzdür. A'da, D'də bir yoxdur. Çıxartdıq. 2-də deyir ki, waste money, pulu israf etdirir bizə. Xeyr. B çıxdı. C ilə Y qaldı. 3-də deyir ki, səyahət edərkən biz eyni mədəniyyət öyrənirik. Same culture. Sən başqa ölkəyə gedirsənsə, öz ölkəndən eyni mədəniyyəti öyrənməyəcəksən ki. 3-də səhvdir, 1, 4. 4-də deyir ki, xatırlamağa çox şeyin olur. 12. 1-də deyir ki, biz düzləri tapmalıyıq. 1-də təyyarə ən rahat nəqliyyatdır. Bunu dedi. Biri 1-dir. 2-də deyir ki, bütün ölkələrdə eyni nəqliyyat var. Xeyr. 3-də deyir ki, avtobuslar və maşınlar və avtobuslar ən vacib nəqliyyat növləridir. Yox, ən vacib təyyarədir, qatar var. 4-də isə deyir ki, səyahət etmək bizə öz biliklərimizi, bacarıqlarımızı inkişaf etdirməyə motivasiya verir. Bəli, 1, 4. 13-cü sual, cümlə qururuq. Mübtədanı tapaq. Boys, oğlanlar, mübtəda. Xəbər, are keen. Can atırlar, sevirlər. Keen həmişə ondan işlənir. Are keen on. 1, 2, 6. Sonra nəyə can atırlar? Playing football. Ayo, most qaldı. Most boys'a aiddir. Bir çox oğlanlar. Most boys are keen on playing football. 4, 1, 2, 6, 3, 5. C olmalıdır. 4-cü sualda antonimlər tapırıq. Attend bir yerə getmək, go da getmək. Bir düz sinonimlər tapırıq daha doğrusu. Bir düzdür. B'də Y'də bir yoxdur, C'də də bir yoxdur. Demək ki, qaldı A ilə D. 2-də shout qışqırmaq, cry qışqırmaq. Elə 1-lə 2-dir. Digərləri deyil. Məsələn, 4-də unutmaq, xatırlamaq, proof təsdiqləmək, fil doldurmaq, follow izləmək, ignore görməzdən gəlmək deyil bunlar. 15-ci sual antonimlər. 1 freeze donmaq, melt ərimək. Mən bu sözləri dedikcə yazın, qeyd edin. Bunlar antonimdilər. 1 daxildir. A'da D'də 1 yoxdur. Qaldı digərləri. 2-də combine birləşdirmək, divide bölmək. Bu da antonimdir. Y'də amma 2 yoxdur. Y'də çıxdı. 4 B'də də var, C'də də var. 4-də baxaq. Keep a promise, break a promise. Bəli, sözünü tutmaq. Baxın, promise sözdür, vəddir. Keep tutmaq, saxlamaq. Tutdu. Break isə sındırdı, yəni tutmadı, vədinə əməl eləmədi. Antonim oldu. 4 düzdür. 5-lə 3-ə baxsaq cavabı biləcəyik. 3-də deyir ki, take place, baş vermək, happen da baş vermək. Bunlar sinonimdir. 3 səhvdir. Deməli cavab oldu B. 6 niyə olmadı? Terrify də qorxmaq, scare də qorxmaq, qorxutmaq. Hər ikisi sinonimdirlər. 16. Disaster, fəlakət. Deməli B variantına deyir ki, bir hadisədir ki, böyük zərərə səbəb olub. Great harm. 1B. Deməli cavab elə 7. Adventure, macəra, qeyri-adi və həyəcanlı təcrübə. Gale da güclü külək. Bu sözlərin hamısını qeyd eləyin. A variantı, very strong wind. Yəni 3-ə A gedir, cavaba deyil. Cavab 7. 17. Irrelevant, uyğunsuz, uyğun gəlməyən. A variantı, not connected with. 1A. Birin A olduğu variantlar var, B ilə Y. Messy, dağınıq, çirkli. C variantı, untidy, dirty. Amazing də təəccüblü, gözəl. Very surprising, çox təəccüblü. Y variantı. 18. Cümlə qururuq. Forest bathing, meşədə gəzmək. Bathing normalda vanna qəbul etməkdir. Meşə vannası qəbul etmək məcazi mənada deyir. Necə deyirik ya, günəş vannası qəbul etmək, yəni günəşin altında qalmaq. Meşə vannası qəbul etmək də meşədə gəzmək. Bathing forest, forest bathing 3-1 is good for children. 3-1, 4, 2, yox 4,
6, 2, 5. Dediğim variant olmadı. Desem burada bakın. Forest Basin 3, 1, 4, 2, hadi 6, 5 varmış. C variantı. Davamına baxaq. 19-cu sual. When there is no rain. Əgər yağış yoxdursa, nə olacaq? Quraqlıq. A variantı drought. Qeyd edin. Fog dumandır, flood daşqındır, cloud buluddur, avalanche da qar uçqunudur. 20. Deməli, yenə cümlə qururuq. Baxaq nədən başlaya bilərik. Cümlə quranda ya standart düşünməlisiniz ki, mübtədanı tapım, xəbər tapım, təyin varsa təyin görüm, hansı söz təyin edir, mübtədanın yoxsa tamamlığı onun yerinə qoyum. Ya da variantları bir-bir yoxlaya bilərsiniz. Məsələn, biri yoxlayaq. Disasters cause some natural trauma all. Cümlə olundan bitə bilməz. Deməli, C-də getdi. 5-də, B-də all natural disasters cause some trauma. Bəli, bütün təbii fəlakətlər biraz hansısa bir travmaya səbəb olur, zədəyə səbəb olur. Bu cümlə tamamilə düz gəldi. B variantı. 21-ci sual. Luckily, xoşbəxtlikdən bütün qonşu ölkələr, nöqtələrin yerinə hələ baxacaq nə qoyaq, özlərini zəlzələdən sonra, earthquake, zəlzələ. Deməli, nə ediblər? Kömək, help da var, kömək, təklif ediblər. 1. Offered, təklif ediblər. 2. Recommended, tövsiyə ediblər. Əgər 3-ü qoysaq, refused, imtina ediblər. 4-ü qoysaq, decreased, azaldıblar. Orada niyə luckily deyər ki, xoşbəxtlikdən deyər? Bunlar müsbət hallar deyil ki. 1-lə 2 cavab D. 22-də yenə cümlə qururuq. Deməli, cümləni belə görürəm. Eating fruits and vegetables veya vegetables and fruits makes a man healthy. Tərəvəzlər yemək bir insanı, tərəvəzlər və meyvələr yemək bir insanı sağlam edir. Eatingdən başlayır, yəni ya adı ya yedi. Fruits gəlib birinci. Fruits and vegetables 6, 3, 7, 5 makes a man healthy adı. Y variantına deyir ki healthy a man. Makes edir. Kimi edir? Birinci tamamlıq, sonra zərflik. Bir insanı edir sağlam. 23-cü. Altından xətt çəkilmiş sözün sinonimi delicious dadlı, tasty də dadlı. C variantı. Sour turşdur, bitter acıdır, rauçidir, fəti də yağlıdır. 24-cü sual. Deməli, deyə bilərik ki, Qubadan olan almalar ətirli və tərabətli və şirəlidir. The apples from Quba, anı yoxlayaq. The apples from Quba fresh, düz gəlmədi. Boş yerə fresh necə gələ bilər? Xəbər gəlməli dəxi mübtədadan sonra. Baxaq B variantına. Are-la başlaya bilər. Bəlkə sual cümləsidir. Are the apples from Quba fresh and juicy? Elə B variantıdır. Qubadan olan almalar təravətli və şirəlidir. Sual verir. 25-də antonimləri tapırıq. Punish cəzalandırmaq, award mükafatlandırmaq. Biri 1-dir. Düzdür 1. Construct tikmək, destroy dağıtmaq. 2. Düzdür. 3-də to be fond of xoşlamaq, dislike xoşlamamaq. Biri 3-dür. Drop fall ikisi düşməkdir. Dream wish ikisi arzulamaqdır. Suitable, acceptable ikisi uyğundur. Bunlar deyil. 1, 2, 3-dür cavab. Bu qədər. Sağ olun.